Əlbəttə ki, İlham Əliyev gözəl bilirdi. Oradakılar gözəl bilirdi, Qabili kimsə ala bilməz. Qabili kimsə vura bilməz. Bəzən Azərbaycanda ağzı qaralar gedir İlham Əliyevin yanına götə girmək üçün. Deyir ki, Qabili vurdura bilərik və yaxud İlham Əliyev, Mehriban Əliyeva bəzi vaxtlarda Qabili öldürməyi gözdən keçirir, nəzərdən keçirir. Əli titriyənin əlinə verim. İlham Əliyev, məni öldürmək istəyənlərin, sən və sənin şayqaların, deyirəm sizə, əli titriyənin əlinə verim, gəlin güllələyin. Vaxt var idi. Ən dəhşətli qorxduğunuz adam, Monitor jurnalının rəhbəri Elmar Hüseynov idi, elə dünən 20 illiyi tamam oldu, onu öldürdüyünüzün. Mehribanın bahalı paltarlarından yazmışdı. İndi yalvarırsan, ha, hamı kaş onu kimi. Xəbəriniz yoxdur xəbərdən. Sosial şəbəkələrdə İlham Əliyevin arvadını, qızını söyən Avropa və Amerikada yüzlərlə adam var artıq. Görürsünüz siz. Elə deyilmi? Yüzlərlə adam görür. Hətta Azərbaycanda birbaşa elə polisin yanında deyirlər, prezidentin əlinə verim. İlham Əliyev, məni öldürməkdən sadəcə mənim yerimi tutmaq istəyənlərin yarışını təyin eləmiş olacaqsan. Çox adam qabil olmaq istəyəcək. Bayram Nurlu ölsə nə olacaq? Çox adam bayram olmaq istəyəcək. Ya Baboş ölsə, qabil ölsə, çox adam qabil olmaq istəyəcək. Əli Kərimli öldürsən, çox adam Əli Kərimin yerini tutmaq istəyəcək. Ona görə İlham Əliyev təsir ekiz təsirə bərabərdir. Sirkə nə qədər sərt olarsa, öz qabına zərər edər. Təsir ekiz təsirə bərabərdir. Yenə deyirəm, İlham Əliyev, buradan deyirəm sənə, məni Azərbaycana qanuni yoldan gətirmək sənin və sənin hökumətinin başı üçün deyil, sizin hökumətinizin hamısının başı mənim şeyimin başı. Fərqi yoxdur. Mənim şeyimin başı sizin hökumətinizin başından ağıllıdır. Çünki mənim şeyim bilir kimi görəndə tərpəmək lazımdır. Amma siz eşeğe də tamas alırsınız. Yenə deyirəm İlham Əliyev. İlham Əliyev, onun yanındakı şayqalar, məni güllələtdirmək istəyənlər, güllələmə xəbərimi yayanlar, ölkədə manipulyasiya yaradanlar, yalancı çobanın gününə məni salmaq istəyənlər, ya özlərini salmaq istəyənlər. Deyirəm, ha, əli titriyənin əlinə verim İlham Əliyev, gəl. Bəs döysünüz mə, uğraşdıqdan əl çəkin, hə? Deyələmədən. Bu, götünə girən pazın dərdini çəkmir İlham Əliyev. Aya, İlham Əliyev götünə girən pazın dərdini çəkmir. Ay başına dönün. Ölün. Aya, durub qabil dərd çəkir. Ay ki, bu bir savaşdır. Bu bir savaşdır. Sən İlham Əliyev xalqın anasını dombaldıb qayırıbsan. İlham Əliyev sən Bəşər Əsəddən betər bu xalqa divan tutmuşsan, bunu çox eşşək kimi gözəl bilirsən sən. Çox gözəl bilirsən sən bunu. Sən bilirsən, qabil olmasa da bu xalq ora səni didişdirən adamı, səni parçalayan adamı gətirəcək. Əli Kərim gəlib orada morz yoxlayamayacaq. Mən İlham Əliyev, sən hər bir evə bəla gətirmişsən. Hər bir evi, hər bir insanın dünyasını qaratımsan. Ta ki, Əli Kərimin gəldi orada, oturdu orada. Qabili öldürdünüz, Əli Kərimin gəldi, oturdu orada. Nə qaracaqsınız? Neyniyəcəksiniz? Əli Kərimi neyniyəcək? Qazın hasilatı 8 dəfə azalıb gizlədirlər. Neftin hasilatı da heç olmasa 5-6 dəfə azalıb. Artıq Əli Kərim deyir da, neft, qaz qutaranda İlham Əliyev o vaxt Azərbaycan lazım olmayacaq. Bax, indi o hərəfə gəlir. Bax, özdən açıqlayırlar ki, İsrail'e 3 ayda yanacaq. Satmırıq, Türkiyə satdığımız 5 dəfə azalılıbdır. Şah dənizdə qaz yoxdur. Rusiya qazı satılırmış Azərbaycan qazının üzərindən. Ki, yeraltı xəzinələri daşıdılar.
6 rayonun qızıllarını daşıdılar. Qaz, nefti daşıdılar. Qara kürü qalmayıb ölkədə. Ağ balıq qalmayıb ölkədə. Daşıdılar, yoxdur da, sıçıblar, qurudublar ölkəni. Ən balaca küçük məmurumuzun qulağından tutanda, baxırsan ki, hansı xarici banklarda 100 milyonlarla pulu var, ölkədə də 100 milyonlarla sərvəti var. Ən balaca icra başçısı mavini, ən balaca polis rəisi, ən balaca polis rəisinin mavini. Sən bunları yolmasan, bunların uğurladığını, sərt sifətini göstərərək, bunlar indi İlham Əliyev bildikdə indi hansısa böyük güclər tutaq ki, dedi ki, İlhama toxunma. Amma qalanlarını sən kazığa otuzdurmasan, şampana otuzdurmasan, sən bunların bütün sərvətini dünyanın dörd bir yerindən yığmasan, üstəlik sifətini tərs, sərt qoyaraq, bunların xarici ölkələrdə yatırdıqları o pullar, ya daşınmaz əmlakları sərt sifətini göstərərək onları auksiyona qoyub satdırıb ölkəyə gətirməsən və yaxud bir ştat açıb səfirliklərimizdə o devlət malının, qazancının devlətə gəlməsini təmin eləməsən, bu İsveçrəyə dinlənməyək, Dünya Bankı oradadır. Bu Londona dinlənməyək, bizə biraz dəstək verdi, ora gələk. Nə Almaniya dinlənməyək, can, dilimiz, nə bilim, nəyimiz, yaxınım. Nə danışırsınız siz? Körpəsinə qədər hesab sormaq lazımdır. O Kalyaskanın nə ilə olubdu? O kim idi o deyən, ağzıma 800 minlik diş qoydurmuşam. Nədir onun adı? Nədir onun adı o? Əli Əsədov idi də deyən, Əli bu baş nazir. Onun implantlarını sökəcəyəm dişlərini. Nə danışırsınız ha sizə? Kemaləddin Heydər onun dədəsini qəbirdən çıxardıb, o Fəttahı qəbirdən çıxardıb. Onun sümüklərindən hesab soracağım. Birbaşa Heydər Əliyev məzarını qazıb, Heydər Əliyevin orada olduğunu, olmadığını ispat edəcəm Azərbaycan xalqına. Həqiqi qəbrini tapıb onun sümüklərini gətirib hesab sormaq lazımdır. O İlham Əliyevin əsl dədəsi deyil Heydər Əliyev. İlham Əliyevi poğa salan adamdır. İlham Əliyev Heydər Əliyevin nə qədər söyüb bilirsiniz? İndi də pis vəziyyətdə qalıb.